Sadə danışmaq mürəkkəb görünməkdən daha dəyərlidir. Bugün bir çox insan nitqini bilərəkdən mürəkkəbləşdirir. Sanki kim daha çətin danışsa, mürəkkəb sözlərdən və yaxud da cümlələrdən istifadə eləsə, o daha savadlıdır. Əslində isə bu belə deyil. Elmi mətnlərdə, dərslərdə, hətta gündəlik həyatda bunun şahidi ola bilərik. Sözlər o qədər şişirdilir ki, fikir sözlərin arxasında gizlənir. Sanki məqsəd fikri çatdırmaq yox, daha savadlı görünməkdir. Amma nitqin gözəlliyi sadəlikdir. Ən təsirli natiqlər, ən yadda qalan çıxışlar elə ən sadə sözlər deyilmi? Nitqin məqsədi ağıllı görünmək deyil, anlaşılmaqdır. Savadlı olmaq isə çətin sözlər işlətmək deyil. Ən çətin fikri sadə və anlaşılan dildə izah edə bilməkdir. Bəzən bir sadə söz 100 mürəkkəb cümlədən daha təsirli olur. Bir sözdə, sözün gücü elə sadəlikdə gizlidir.